Xoş gördük dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərindən salamlayıram sizi. Daha yenə Xırdalandadır. Çəkilişimiz var, belə bir evimiz var. Gözəl bir təmirli evdir. 5 otaqlı evdir. Xırdalanda 5 otaqlı. Xəzinə Palas Şadlı Sarayından gəlirsən düz avtobusla axırıncı Astanovkaya çatmamış. Əla bir yerdədir, yerləşməli. Marşrut dayanacağına da yaxındır yeri. Bura giriş hissəsində bir maşınlıq həyatı var. Gəl içəri. 5 otaqlıdır. Kombi xətləri, qaz, su, işıq hamısı çəkilib hazır vəziyyətdədir. Təmiri əladır. Təmirinə söz ola bilməz. Burada 3 otağımızdır bu hissədə. Qiymətini də açıqlayacağım sizə, videonun altında qeyd olunacaq. Qiyməti çox gözəl qiymətdir. Bax, giriş hissədir burada. Burada mətbəx yerləşir bu hissədə. Bax, belə bir geniş mətbəximiz var. Bura bir yataq otağıdır. Görürsünüz, çox gözəl, təmirinə söz ola bilməz. Xırdalan şəhəri Xəzinə Palas Şadlı Sarayından yuxarıda yerləşir. Əla bir yerdə yerləşir. Qiymətlə bağlı sizə məlumat verəcəm. Bura ikinci yataq otağıdır. Qonaq otağının gözəlliyinə bax. Qonaq otağını gör nə gözəl təmir edib. Həqiqətən qonaq otağına bir dənə fikir verin. Yəni hündür bir ərazidədir. Heç bir nəmişliyi yoxdur. Yəni nəmişli söhbəti bu ərazidə yoxdur. Xırdalanda ən hündür bir yerdədir. Burada sanitar qoğuşağıdır. Aksesuarlar qoyulmur. Bunu ev sahibi ilə danışmaq olar. Aksesuarlar ya alıcı qoyacaq ya da ki satan adam qoyacaq. Keçək aşağıda da burada da 2 dənə otağımız var. 5 otaqlı. 5 otaqlı. Qiyməti deyirəm. Ürəyim partladı. 53.000 manat. 5 otaqlı Xırdalanda. Gözəl bir yerdədir. Dayının evləridir bu. Gəlin görək. Dayısı üçün münasib evlər çəki təqdim edir. Bura bir otaqdır. Buranı nəysə bir qaladovka kimi istifadə eləmək olar. Böyüdür. Yəni doğrudan da böyüdür. Burada da bir otaqdır. Gəlinlə qaynana arasında spor düşdü, söhbət olsa, qaynananı verirsən buraya, gəlin qalır yuxarıda. Həmişə belə olur da həyatda. Və burada da pəncərələrindən də işıq düşür rahatlıqla. Qiymət 53.000 manat. 53.000 manata 5 otaqlı kim verər? Heç kəs. Dayıdan başqa kim verə bilər? Bax, buradan da açırıq pəncərəni yan tərəfdən. Bax, görürsən, ağaclıqlar var burada. Qonşu tərəfdən heç bir tikinti zadı yoxdur. Gəlin, baxın, alın. Evlə bağlı, bu evlə bağlı kimin nə sualı varsa bizim nömrəmiz olacaq səhifədə. Əlaqə saxlayın, gəlin, baxın, alın. Sağ olun, məndən bu qədər. Çox sağ olun.